İmam çoxlarının imdadına çatır. Xəstəsi olanlar iltimas eləyir, imam duası ilə şəfa tapır. Yolu azanlar, çətinlikdə olanlar, mənəvi sıxıntısı olanlar bizlərə çox tövsiyə edilir ki, ailə qurmaq istəyəndə, maddiyyat qazanmaq istəyəndə, günahdan qaçmaq istəyəndə, mənəviyyatda olmaq istəyəndə, nə bilim, hər işinizdə imamdan iltimas istəyin, dua istəyin, qoy imam sizin üçün dua eləsin. Onsuz da eləyir imam, onsuz da hər kəs üçün. Biz onun övladıyıq. Mənim yadımdadır ki, ustadlardan biri mənə deyirdi ki, mən o vaxtı tələbə idim. Mənə deyirdi ki, bilirsən, məsələn, gecə siz yatırsan da, sən də atan da, anan da yatır. Deyirəm ki, bəli. Deyir ki, amma İmam Zaman Əleyhisselam sənə də, atana, anana da dua eləyir. Sənin də atavın, anavın da halından xəbərdardır. Sənin də atavın, anavın da problemləri onun üçün problemdir. Yəni, bu qədər nəzarəti var bizə. Heyf, biz bunu yaxşı başa düşmürük. Necə o balaca uşaq olar, heç xəbəri yoxdur ki, ata hardan qazanar, necə xərcləyər, xəbəri yoxdur, elə bilir ki, elə bu normal bir şeydir. Bizim də imamın bizə etdiklərindən xəbərimiz yoxdur ki, biz elə bilirik ki, elə hər şey öz-özünə baş verir. Amma o qədər bəlalar bizdən uzaqlaşdırılır və s. Deməli, işlərindən biri də budur ki, müsəlmanların hətta maddi, mənəvi sıxıntılarına kömək eləyir.